Ja, meine Damen und Herren, herzlich willkommen. Ich freue mich, dass ich heute in Berlin den Staatspräsidenten von Aserbaidschan, Ilham Aliyev, herzlich willkommen heißen darf. Wir holen heute Ihren Besuch nach, den wir geplant hatten, schon im März des laufenden Jahres. Wir mussten ihn wegen des Iran-Kriegs verschieben. Aber es zeigt, unsere Länder können auch sich in diesen Tagen großen Krisen und Kriegen nicht entziehen. Dies gilt für den Nahen und Mittleren Osten, dies gilt aber auch für den russischen Angriffskrieg gegen die Ukraine. Deutschland und Aserbaidschan sind von diesen Kriegen massiv in ihren sicherheitspolitischen und wirtschaftlichen Interessen betroffen, so unterschiedlich beide Konflikte im Einzelnen auch sind. Wir setzen uns überall für Verhandlungslösungen ein. Dabei leitet uns die Überzeugung, dass nur Verhandlungslösungen am Ende dauerhaft Frieden, Sicherheit und Stabilität bringen werden. Herr Präsident, Frieden, Sicherheit und Stabilität brauchen wir auch im Südkaukasus. Deutschland und die Europäische Union haben jedes Interesse daran, dass diese geopolitisch so wichtige Region zur Ruhe kommt. Wir begrüßen aus diesem Grunde besonders herzlich, Herr Präsident, Sie in Deutschland und beglückwünschen Sie zu dem Friedensvertrag, den Sie zwischen Aserbaidschan und Armenien besiegelt haben. Dies ist ein historischer Vertrag, und dieser historische Vertrag eröffnet die Chance, einen Jahrzehnte währenden Konflikt zu überwinden. Was immer wir dazu beitragen können, aus deutscher und aus europäischer Sicht, werden wir gern tun. Denn eine größere Stabilität in der Region eröffnet auch neue Möglichkeiten für die verstärkte, auch wirtschaftliche Zusammenarbeit unserer beiden Länder. Ich bin sehr froh, dass sich die Beziehungen unserer Länder dynamisch entwickeln. Präsident Steinmeier hat im Frühjahr 2025 als erstes deutsches Staatsoberhaupt Aserbaidschan besucht. In diesem Jahr findet ein intensiver Parlamentsaustausch statt. Wir legen heute mit der Zeichnung einer gemeinsamen Erklärung einen Grundstein für den Ausbau unserer Beziehungen. Zugleich wird heute, und Sie sind Teilnehmer dieser Zeremonie gewesen, die Gründung eines deutsch-aserbaidschanischen Wirtschaftsrats vereinbart. Das ist ein wichtiges Signal an die Unternehmen in beiden Ländern. Uns ist es ernst mit dem Ausbau der Beziehungen zwischen Deutschland und Aserbaidschan. Besondere Bedeutung hat, auch vor dem Hintergrund der andauernden Krise im Mittleren Osten, die Zusammenarbeit bei der Versorgung mit Erdöl und Erdgas über den südlichen Gaskorridor. Herr Präsident, wir haben ausführlich darüber gesprochen. Wir wollen hier unsere Energieversorgung mit Aserbaidschan weiter diversifizieren. Wir haben heute auch über den Ausbau von erneuerbaren Energien sowie über Wasserstoff gesprochen. Wir sind außerdem in konstruktiven Gesprächen zu einem Vorschlag Aserbaidschans für ein Investitionsprogramm. Dieses Programm könnte auch deutschen Firmen in Aserbaidschan neue Chancen eröffnen. Der Südkaukasus gewinnt auch als Verbindung zwischen Europa und Asien an Bedeutung. Neue Verkehrs- und Handelskorridore schaffen wirtschaftliches Potenzial, das wir gemeinsam heben wollen. Und Herr Präsident, Sie wissen es, gerade für kleine und mittelständische Unternehmen sind Investitionen über große Distanzen häufig nicht einfach. Entscheidend sind immer auch die richtigen Rahmenbedingungen vor Ort. Auch hierüber haben wir heute gesprochen. Durch die beiden gemeinsamen Erklärungen des heutigen Tages sind wir einen großen Schritt weitergekommen. Noch einmal in diesem Sinne, Herr Präsident, herzlichen Dank für Ihren Besuch in Berlin heute und auch weiter gute Zusammenarbeit zwischen Aserbaidschan und Deutschland. Sağ olun cənab kansler. İlk növbədə mənə göstərdiyiniz qonaqpərvərliyə görə və rəsmi səfərə dəvət etdiyiniz üçün sizə təşəkkürümü bildirmək istəyirəm. Yenidən ölkənizdə olmağımdan çox məmnunam. Əminəm ki, bugün imzalanmış sənədlər bizim əlaqələrimizi yeni səviyyə qaldıracaq. Biz artıq strateji diyaloqun başlanmasını arzulayırdıq və buna nail olmuşuq. Eyni zamanda iqtisadi əlaqələrin genişləndirilməsi üçün bugün imzalanmış birgə İqtisadi Şura əminəm ki, çox fəal işləyib, yaxşı nəticələr hasil edəcəkdir. İkitərəfli gündəliyimiz kifayət qədər genişdir. Biz bu barədə sizinlə təkbətək görüşdə həm geniş
tərkibdəki görüş əsnasında fikir mübadiləsi aparmışdıq. Almaniya Avropa İttifaqının aparıcı ölkəsi kimi Cənubi Qafqazda öz təsirini artırmaqdadır və Azərbaycan-Almaniya əlaqələrinin təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə, əmin-amanlığa öz töhfəsini verəcəkdir. Bir çox Almaniya şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir. Fəal iş görən şirkətlərin sayı 200-dən çoxdur. Əminəm ki, bugünkü səfərdən sonra onların sayı daha da artacaq. Qarşılıqlı sərmayə qoyuluşu məsələləri müzakirə edilir. Alman şirkətlərinin daha geniş çərçivədə Azərbaycanda fəaliyyəti üçün konkret təkliflər irəli sürülmüşdür. Siz enerji sahəsindəki əməkdaşlığa toxundunuz. Bu istiqamətdə də müsbət nəticələr var. Bu ildən başlayaraq Azərbaycan öz təbii qazını Almaniyaya ixrac etməyə başlamışdır. Və beləliklə bizim qazımız bugün Avropa İttifaqına üzv 10 ölkəyə çatdırılır və şübhəsiz bu enerji təhlükəsizliyi üçün çox böyük töhfədir. Nəzərə alsaq ki, Azərbaycan öz neftini də Almaniyaya ixrac edir və gələcəkdə yaşıl enerjisini də Avropa məkanına çatdırmaq əzmindədir. Enerji sahəsində əməkdaşlıq çox geniş miqyaslı olacaqdır. Bağlantılarla və tranzit imkanları ilə bağlı da Almaniya-Azərbaycan əməkdaşlığının çox böyük əhəmiyyəti var. Çünki Almaniyanın şirkətləri bu istiqamətdə çox böyük uğurlar əldə ediblər. Azərbaycan öz nəqliyyat infrastrukturunu təkmilləşdirir və keçən il Orta Asiya məşvərət formatına tam hüquqlu üzv olmaqla Azərbaycan bir növ Orta Asiya ilə Avropa arasında bir körpü rolunu oynayır və bu rol getdikcə artacaqdır. Bir çox istiqamətlər üzrə konkret fəaliyyət planı nəzərdə tutulur. Bugün fikir mübadiləsi əsnasında imzalanmış bəyannamənin icrası ilə bağlı konkret təkliflər irəli sürülmüşdür. Bir neçə işçi qrup yaradılacaq ki, bugün imzalanmış sənədlər tezliklə həyatda öz əksini tapsın. Eyni zamanda Almaniyanın Cənubi Qafqazdakı sülh prosesinə verdiyi töhfəyə görə sizə təşəkkürümü bildirmək istəyirəm. Uzun illərdən sonra Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və sülh sazişinin paraflanması, Vaşinqtonda Ağ Evdə Prezident Trumpın iştirakı ilə və onun imzası ilə birgə bəyannamənin imzalanması faktiki olaraq 30 il davam edən münaqişəyə son qoydu. Azərbaycan bu razılaşmadan dərhal sonra əməli praktiki addımlara keçdi. Ermənistana bugün Azərbaycan tərəfindən təchiz edilmiş benzin və dizel yanacağı Ermənistan enerji təhlükəsizliyinə çox böyük töhfədir. Xüsusilə nəzərə alsaq ki, bugün neft məhsullarının ixracı və idxalı ilə bağlı bir çox problemlər müəyyən səbəblərə görə mövcuddur. Və eyni zamanda Azərbaycan ərazisindən Ermənistana tranzit yüklərinin göndərilməsi də artıq geniş vüsət alıb. Bugünə qədər 40 min tondan çox tranzit yüklər Azərbaycan ərazisindən keçib. Yəni biz çox tarixi bir dövr yaşayırıq. Uzun illər işğal altında olan Azərbaycan öz gücü ilə işğala son qoydu. Ərazi bütövlüyünü bərpa etdi, suverenliyini bərpa etdi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini özü icra etdi və Ermənistana sülh təklif etdi və müsbət cavab aldı. Ona görə bu sahədə yenə də deyirəm, Almaniya hökumətinin də rolunu biz yüksək qiymətləndiririk. Danışıqlar prosesində o cümlədən Almaniyada Xarici İşlər Nazirləri səviyyəsində görüşlər də keçirilmişdir. Və son olaraq Avropa İttifaqı Azərbaycan əlaqələrinə toxunmaq istəyirəm. Bu il biz həm Avropa İttifaqı Şurasının prezidenti cənab Koştanın, həm Avropa Komissiyasının prezidenti xanım von der Leyen'in Azərbaycana səfərlərinin şahidi olmuşuq. Bu səfərlərin çox böyük siyasi mənası var. Bu Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələri daha da gücləndirəcək və Almaniya Avropa İttifaqına üzv olan
ölkələr arasında lider olduğu üçün burada təbii ki, həm Almaniyanın rolu çox böyükdür. Eyni zamanda gələcək əməkdaşlıq üçün də əminəm ki, Almaniya öz səylərini göstərəcək. Bir daha cənab kansler, sizə dəvətə və qonaqpərvərliyə görə təşəkkürümü bildirmək istəyirəm və sizi də sizin üçün münasib olan vaxtda Azərbaycana rəsmi səfərə dəvət edirəm. Ich habe eine Frage, Deutsche Welle, Roman Goncharenko. Ich habe eine Frage zum Thema russischer Krieg gegen die Ukraine. Herr Bundeskanzler, vor wenigen Tagen gab es Meldungen in deutschen Medien, dass es ein Treffen in Baku gab, ein informelles deutsch-russisches Treffen, wo auch ehemalige hochrangige Politiker aus Regierungsparteien teilgenommen haben sollen. Über die Ergebnisse wird nicht berichtet. Es gibt zwei Meinungen dazu hier in Berlin, auch in Fachkreisen. Die einen sagen, solche Treffen als eine Art Backchannel seien nützlich, sie können nicht schaden. Und es gibt auch Kritiker, die sagen, das sei kontraproduktiv, weil das Russland ein Signal der Schwäche vermitteln könnte. Wie sehen Sie das? Und eine Frage an Herrn Präsidenten. Herr Präsident, Sie haben vor kurzem gesagt, die Beziehungen zwischen Aserbaidschan und Russland seien wieder völlig normalisiert worden. Was würden Sie dem russischen Präsidenten empfehlen, Wladimir Putin, um den Krieg Russlands gegen die Ukraine zu beenden? Danke. Ich kann darauf eine ganz einfache Antwort geben. Mir ist von einem solchen Treffen nichts bekannt. Wir machen ja seit Monaten den Versuch, Präsident Putin zu einem Gespräch zu bewegen. Wir haben mehrfach auch auf der europäischen Ebene Gesprächsangebote zusammen mit der Ukraine vorgelegt. Präsident Putin weigert sich, zu solchen Gesprächen zu kommen. Und insofern wiederhole ich, was ich auch von dieser Stelle aus in den letzten 14 Monaten immer wieder leider sagen musste. Es liegt allein an der russischen Regierung und am russischen Präsidenten, diesen Krieg zu beenden. Und es liegt allein an ihm, in Gespräche und gegebenenfalls in Friedensverhandlungen einzutreten. Er weigert sich beharrlich, das zu tun. Und solange er das tut, gibt es keine andere Möglichkeit, als der Ukraine in ihrem Überlebenskampf gegen die russische Aggression weiter zu helfen. Wir werden das tun, wir werden das europäisch abgestimmt tun und ich bin Präsident Aliyev sehr herzlich dankbar, dass er die Einschätzung dieses Krieges, die Ursache, den Verlauf und ein mögliches Ende dieses Krieges genauso einschätzt, wie ich es gerade hier gesagt habe. Bakıda keçirilmiş dediyiniz görüşlə əlaqədar deyə bilərəm ki, bu məlumatı biz Times qəzetindən öyrəndik. Bizim bundan xəbərimiz yox idi və təbii ki, belə mötəbər mətbu orqanda çıxan məqaləyə biz diqqətlə yanaşaraq araşdırma aparmışıq və dünən mən Berlinə gəlməzdən öncə Azərbaycan Dövlət Sərhəd Xidmətindən məlumat istəmişəm ki, Times qəzetində adları keçən şəxslər Azərbaycanda bir vaxtda olublar, yoxsa yox. Və onu sizə deyə bilərəm ki, bu məlumat təsdiqləndi. İyulun 12-sində Berlin-Bakı reysi ilə 2 nəfər tanınmış şəxs, biri xanım Merkelin administrasiyasının rəhbəri olduğu haqqında məlumat var, cənab Pofala və cənab Platsik Bakıya gəlmişdilər. Və iyulun 14-də Bakıdan Berlinə geri qayıtmışdılar. Eyni zamanda Moskvadan Bakıya ayın 12-sində Rusiyanın keçmiş baş naziri cənab Zubkov və Rusiya prezidentinin yanında Vətəndaş Cəmiyyəti Şurasının rəhbəri cənab Fadeyev Bakıya gəlmişdilər və biri ayın 13-də, o biri isə ayın 14-də Bakıdan ayrılmışdılar. Bizə bu barədə nə Almaniyadan, nə Rusiyadan hər hansı bir xəbər daxil edilməmişdi. Yəni bizim ərazimiz bizdən xəbərsiz sadəcə olaraq istifadə olunmuşdur. Və belə bir görüşün olub olmaması ilə bağlı da mən konkret bir şey deyə bilmərəm, çünki biz bunu görməmişik. Amma dediyim bu uçuş deməli statistikası deməyə əsas verir ki, belə bir gizli görüş Bakıda keçirilmişdir. Əgər bu görüş Ukrayna-Rusiya müharibəsini sona gətirəcəksə, əlbəttə ki, biz bunu alqışlayırıq.
O ki qaldı ikinci suala, bilirsiniz, mən o vaxt məsləhət verirəm ki, bu məsləhət məndən xahiş edilir. Mən bu yaxınlarda Qarabağın Şuşa şəhərində Qlobal Media Forumunda oxşar bir sualla üzləşmişdim və demişdim ki, istənilən halda müharibə dərhal dayandırılmalıdır. Bizim əsas məqsədimiz bundan ibarətdir ki, bu müharibə dayansın və bölgədə sülh təmin edilsin. My name is Vugar Seyidov and I represent Azerbaijan State Information Agency, Azertaj, and my question is to you, Chancellor Merz. As the Middle Corridor is becoming an increasingly important trade route between Asia and Europe, Azerbaijan is playing a key role in its development. Given Germany's position as a leading economy within the European Union, in your opinion, how can the two governments cooperate in order to strengthen infrastructure and logistics along this route? Thank you. Vielen Dank für die Frage. Wir haben genau darüber gesprochen. Wir haben auch dies zum Gegenstand unserer gemeinsamen Erklärung gemacht. Und ich habe von Präsident Aliyev ausgesprochen interessante Informationen bekommen über den Ausbau dieser Infrastruktur. Und wir wollen versuchen, in den nächsten Jahren auch die Zusammenarbeit gerade in der Energieversorgung zu intensivieren. Wir haben aus deutscher Sicht ein hohes Interesse daran, unsere Importe, unsere Gasimporte zu diversifizieren. Ich habe das in meinem Eingangsstatement gesagt. Und Aserbaidschan ist eines der wenigen Länder in der Region mit einem Überschuss an Energie, also erzeugt mehr, als es selbst verbraucht. Und insofern ist Aserbaidschan für uns ein interessantes Partnerland, wenn es darum geht, auch die Energieversorgung in Deutschland sicherzustellen. Das würde insbesondere den Süden Deutschlands betreffen, weil die Infrastruktur bis dorthin ausgebaut ist oder ausgebaut werden kann. Und insofern war das ein interessantes Gespräch und eröffnet auch neue Perspektiven in der Zusammenarbeit zwischen Aserbaidschan und Deutschland. Andreas Rinke von Reuters, eine Frage an den Präsidenten, vielleicht anschließend an das, was der Kanzler gerade gesagt hat. Herr Präsident, können Sie sagen, in welchem Volumen Aserbaidschan bereit und in der Lage wäre und willens ist, Gas und Öl nach Deutschland zu liefern? Es hat Anfang des Jahres ja angefangen, aber da ist ja wahrscheinlich noch sehr viel mehr Potenzial drin. Also in was für Größenordnungen denken Sie? Neft təchizatına gəldikdə isə deyə bilərəm ki, bizim ümumi ticarət dövriyyəmiz Almanya ilə keçən il hardasa 1.5 milyar dollar ətrafındaydı. Bunun böyük hissəsi Almaniyanın Azərbaycana olan ixracıdır. Qalan hissə isə bizim ixracımız. Bizim ixracımızın da əsas hissəsi xam neftdir. Yəni ki, hardasa hesab edirəm ki, bir neçə 100 milyon dollar səviyyəsində Azərbaycan xam neft təchiz edir və nə qədər lazımdır, o qədər də təchiz edə bilər. Həm daxili mənbələrdən, həm də ki, bizim enerji şirkətimiz SOCAR-ın trading bölməsindən, yəni burada hər hansı bir problem yoxdur. O ki, qaldı təbii qaz məsələlərinə. Qeyd etdiyim kimi, biz bu ildən başlayaraq Almaniyaya təbii qaz satmağa başlamışıq. Bizim keçən il ümumi qaz ixracımız 25 milyard kubmetridir. Onun yarısı Avropa İttifaqı ölkələrinə ixrac edilir. Bildiyimə görə Almaniya şirkətləri ilə 10 illik kontrakt imzalanmışdır və ilkin həcm 1.5 milyard kubmetrdir. Ancaq bu təbii ki, arta bilər. Bunun üçün bir neçə məsələ öz həllini tapmalıdır. Birinci, bizə olan müraciət olmalıdır, yəni həcmin artırılması üçün. İkinci, mövcud qaz infrastrukturunun genişləndirilməsi lazımdır. Çünki bugün həm TANAP, həm TAP tam gücü ilə işləyir və bu kəmərlərdə boş yer qalmayıb. Yeni interkonnektorlar lazımdır Avropa məkanında və əlbəttə ki, buna vəsait lazımdır. Əsas problemlərdən biri də odur ki, Avropa bankları, xüsusilə Avropa İnvestisiya Bankı neft-qaz layihələrinə öz maliyyə dəstəyini dayandırmışdır yaşıl gündəliyə görə
və beləliklə bugün bu infrastrukturu, Avropanı qazla təchiz edən infrastrukturu genişləndirmək üçün biz başqa mənbələrdən kreditlər almalıyıq. Yaxşı olardı ki, Avropa bankları öz qərarlarına yenidən baxsınlar. Xüsusilə nəzərə alsaq ki, bugün Yaxın Şərqdə böhran, əfsuslar olsun ki, dərinləşir və ənənəvi təchizat zəncirləri qırılıbdır. Nəzərə alsaq ki, Rusiyanın neft ayırma zavodlarının sıradan çıxarılması ilə əlaqədar ənənəvi müştərilərə Rusiya istədiyi qədər neft məhsullarını ixrac edə bilmir. Bütün bu sonu bilinməyən hadisələr davam edir. Ona görə hesab edirəm ki, bu yaşıl gündəliyi nəzərə almaq şərti ilə bu məsələlərə yenidən də baxıla bilər ki, Avropa bankları da neft-qaz layihələrinin işlənməsinə, neft-qaz infrastrukturunun tikintisinə və genişləndirilməsinə vəsait ayırsın. Belə olan halda Azərbaycan öz qaz ixracını Avropa məkanına, o cümlədən Almaniyaya böyük dərəcədə artıra bilər. Your Excellency, thank you very much indeed. I'm Orkan Amashov, representing Azerbaijani media, A News. My question will follow the logic of the previous question about the Azerbaijani-Germany Energy Cooperation, in particular in the light of the fact that Azerbaijan started to supply Germany with natural gas this year. Chancellor, would you be able to evaluate Azerbaijan's role in the context of Europe's energy security as a gas supply to Europe at large? Thank you very much indeed. Da will ich gerne eine Antwort zu geben. Seitdem wir vor 4,5 Jahren die Gaslieferungen aus Russland gestoppt haben, suchen wir natürlich nach neuen Bezugsquellen. Und hier spielt Aserbaidschan eine wichtige Rolle. Das ist eine für uns wirtschaftlich interessante Perspektive. Wir haben auch andere Bezugsquellen gesucht und eröffnet. Und insofern bin ich Präsident Aliyev noch einmal dankbar, dass wir darüber heute auch sprechen konnten und auch die Möglichkeiten für einen noch größeren Bezug von Gas aus Aserbaidschan erörtert haben. Und es ist ja auch Gegenstand unserer gemeinsamen Vereinbarung und wird Gegenstand auch der weiteren Gespräche sein, die wir mit Aserbaidschan führen.